Abu Hureyra rivayet edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun demişdir. Bir nəfər, mən mütləq sədəqə verəcəyim dedi. Sonra da verəcəyi sədəqəni götürüb, evdən çıxdı və özü bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar oğruya sədəqə verilmişdir deyə danışmağa başladılar. Bu adam, Allahım, həmd sənə məxsusdur, mən yenə də sədəqə verəcəyim dedi. Sonra verəcəyi sədəqəni götürüb, evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar bu gecə zinakar qadına sədəqə verilmişdir deyə danışmağa başladılar. Adam, Allahım, həmd sənə məxsusdur, verdiyim sədəqə zinakar qadına çatdı. Mən yenə də sədəqə verəcəyim dedi, sonra sədəqəni götürüb evdən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar varlıya sədəqə verilmişdir deyə danışmağa başladılar. Adam dedi, Allahım, həmd sənə məxsusdur. Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qismət oldu. Bundan sonra bir nəfər onun yanına gəlib dedi, sənin sədəqən qəbul olundu. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o ibrət alıb zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o bundan ibrət alsın və Allahın ona verdiyi nemətlərdən onun yolunda xərcləsin. Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin. Buxari 1332-1421-ci hədis.